Cənubi Kipr rəhbərliyi Hizbullah təşkilatının lideri Həsən Nəsrullah tərəfindən bu ölkəyə qarşı irəli sürülən ittihamları təkzib edib. Nəsrullah Cənubi Kipri öz hava limanlarını və bazalarını hərbi təlimlər məqsədilə İsrailin istifadəsinə verməkdə günahlandırıb. Məlum olduğu kimi Cənubi Kipr ərazisində Böyük Britaniyanın 2 hərbi bazası var və bu bazalardan Suriya və Yəmənə qarşı əməliyyatlarda istifadə olunub. Cənubi Kipr prezidenti Nikos Christodoulides bu məsələyə toxunmasa da ölkəsinin hər hansı bir münaqişədə tərəf tutmadığını bildirib. Onun sözlərinə görə Cənubi Kiprin hava məkanı və uçuşları idarəetmə mərkəzi İsrail tərəfindən təlim məqsədi ilə münaqişədən əvvəl istifadə olunub. Biz heç bir münaqişəyə cəlb olunmamışıq. Biz problemin deyil, problemin həllinin tərəfindəyik. Bizim humanitar dəhlizin yaradılmasındakı rolumuz təkcə ərəb dünyası deyil, bütün beynəlxalq birlik tərəfindən təsdiq olunub.